Gluten hamının düşmənidir. Son illərdə gluten haqqında o qədər danışılır ki, bəzən insanda belə təəssürat yaranır. Gluten yeməsək daha sağlam olacağıq. Bəs gluten əslində nədir və doğrudanmı hamı üçün zərərlidir? Gluten buğda, arpa və çovdar kimi taxıllarda olan zülalların ümumi adıdır. Xəmirə elastiklik verən, çörəyin yumşaq və məsaməli olmasına kömək edən də məhz glutendir. Əksər insanların orqanizmi onu problemsiz qəbul edir. Amma bəzi insanlarda vəziyyət tamamilə fərqlidir. Ən ciddi hal çölyak xəstəliyidir. Burada məsələ sadəcə çörək mənə düşmür deyil. Gluten qəbul edildikdə immun sistemi səhvən insanın öz nazik bağırsağına hücum edir. Bağırsağın daxilində qidanın sorulmasına kömək edən, sanki mikroskopik barmaqlara bənzəyən xovlar zədələnir. Nəticədə insan kifayət qədər qidalansa belə, dəmir, fol turşusu və digər vacib maddələrin sorulması pozula bilir. Buna görə çölyak bəzən qarın ağrısından çox qan azlığı, yorğunluq və hətta sümük problemləri ilə özünü göstərə bilir. Amma maraqlı tərəfi budur ki, gluten qəbul etdikdən sonra köp, qarın ağrısı, ishal və ya halsızlıq yaşayan hər kəsdə çölyak olmur. Qeyri-çölyak, gluten həssaslığı deyilən vəziyyət də budur. Üstəlik bəzi insanlarda problem glutenin özü yox, buğdanın tərkibindəki fruktanlar adlanan, fermentasiya olunan karbohidratlar ola bilər. Yəni, mən glutenə həssasam dediyimiz hər vəziyyətin səbəbi həqiqətən gluten olmaya bilər. Bir vacib detal da var. Çölyakdan şübhələnirsinizsə, analiz verməzdən əvvəl gluteni öz başına qidadan çıxarmaq düzgün deyil. Çünki glutensiz pəhrizə keçdikdən sonra bəzi testlərin nəticəsi yanlış mənfi çıxa bilər. Deməli, gluten nə zəhərdir, nə də hamının menyusundan çıxarmalı olduğu bir maddədir. Əksər insanlar üçün adi qida zülalıdır. Amma müəyyən insanların immun sistemi üçün kiçik bir tikə çörəyin içindəki gluten belə tamamilə başqa bioloji reaksiyanın başlanğıcı ola bilər.